Növbəti sualımız, molekullar arasında hidrogen rabitəsi yaranmaz. Hidrogen rabitəsinin yaranma şərti budur ki, molekulun içində güclü elektromənfi element və məhz bu elementə birləşmiş hidrogenimiz olmalıdır. Amonyak burada bizə istənilən bu şərti verir. Burada amonyak verir. Burada spirtin yanında gördüyümüz OH verir. Turşunun yanında var. Cavabımız efir və aldehid eləyir. Yəni öz molekullar arasında hidrogen rabitəsi yaranmaz. Növbəti məsələmiz benzolun yanma reaksiyasının istilik effekti. Benzol C6H6 yandı oksigəndə, alındı karbon qazı və su və əgər karbohidrogenin hidrogeni 4-ə tam bölünən ədəddirsə, reaksiyanı əmsallaşdıranda elə bu yanan maddənin 1 moluna görə əmsallaşdırırıq, amma 4-ə bölünmürsə, onda başlanğıcı 2 dəfə artırdıq. 12 bura düşdü. 6 bura düşdü. 24 üstə gəlmək 6. Bu 30. 15 də bizdə bura düşdü. Və bu reaksiyanın istilik effekti 6542 kilojouldur. Və bizə deyir ki, 327,1 kilojoul istilik ayrılanda yanan benzol molekullarının ümumi qeyri-hibrid orbitalların sayı. Əvvəlcə tapaq ki, nə qədər benzolumuz alınır. Deməli, 2 mol 6542 verirdi. 3, 2, 7, 1. Bu bizə verir X. Gördüyüm kimi 20 dəfə azalma var. X oldu 0,1 mol. İndi diqqətli olaq. Benzol molekullarının ümumi qeyri-hibrid. Qeyri-hibrid, bəli, hidrogen atomlarıdır. Sonra qeyri-hibrid, burada bilirik ki, karbon sp2 hibrid halındadır. Və hər karbonun bir dənə də p'si hibridləşməyib. 6pi də buradan gəldi. Və nəzərə alaq ki, molekulda rabitə yaradan şərti verilmədiyinə görə karbon atomunun deməli 2, 4, 1s2, 2s2, indi karbon burada həyəcanlanıb 2s1, 2p3 halına keçir. Və buradakı 1s orbitalı da həyəcanlanmamış, yəni hibridləşməmiş vəziyyətdədir. Hər karbonun bir dənə də həmin o 1s orbitalında nəzərə alsaq, ümumi gördüyümüz kimi 1 mol benzolda 18 qeyri-hibrid orbitalımız olur. Bunlardan 12'si 6 hidrogen və 6 dədə hibridləşməmiş B rabitə yaradır, amma həmin bu 1s-dəkilər rabitə yaratmır və bunu da mol miqdarına vuranda cavabımız 1,8. Növbəti sual, magnezium nitrat. Biraz magnezium nitrat, natrium sulfat, natrium nitratdan ibarət bir məhlulumuz var. Burada 1,1 mol natrium və 0,3 mol sulfat iyonu yarandı. O zaman bura X qoyaq, bura Y qoyaq və burada Z qoyaq. Şərtə görə natrium iyonlarının sayı hardan gələcək? 2Y natrium sulfatdan, Z-dən də 1 mol olduğu qədər. Bunlar 1,1'e verəcəklər bizə. Sulfat iyonları isə sadəcə Y-dən gələcək. Və 1 mol natrium sulfat tam dissosiasiya etsəydi, 1 mol da sulfat alınardı. İndi deməli Y bərabərdir bu halda, yəni sulfat iyonlarının qatılığından yola çıxaraq 0,3. O zaman mən artıq buradan Z-i tapa bilərəm. Z bərabərdir 1,1 çıxmaq, 0,3 vurmaq 2. Buraya eləyəcək 0,5 mol. Deməli, biz artıq Y-i tapdıq 0,3, Z-i tapdıq 0,5. Kation sayı anion sayından 0,1 vahid çox olarsa nitrat iyonlarının sayını hesablayın.
Deməli, indi baxırıq. Mənim kationlarım tapmışam. Kationum X mol magneziumdur. Sonra natriumu buradan tapdıq ki, hamısı bir yerdə 1,1-dir. Və bundan çıxıram anion sayıların. Anion sayıları yenə də 2x bizdə gələcək nitrat, 0,3 bizə verib sulfat və 0,5 də nitratdan gəldi və cavabımız eləməlidir 0,1. Buradan x üstə gəlmək, ötərəzəni atsaq, 1,1 çıxmaq 2x çıxmaq 0,8 bərabərdir 0,1-ə. Bu bərabərdir -0,2-yə, yəni x bərabərdir 0,2. Və indi bizdən